TikTokla ərə gedərlər, onunla ailə qurarlar. Bu sözləri əməkdar artist Mehriban Xanlarova bizimləsən verilişində deyib. Aktrisanın bu sözləri studiyada etirazlara səbəb olub. Aparıcı Zaur Baxşəliyev niyə getmirlər? Müasir dünyadır, 50 il bundan əvvəl gedib hamamda qız bəyənirdilər. Hamamda ərə gedərlər. Instagram, başqa sosial şəbəkələr var. Bu platformaları ucuzlaşdırmayın deyə etiraz edib. Mehriban Xanlarova isə TikTokda evlənənin də, ərə gedənin də ağlı yoxdur. Onun axırı yoxdur, heç kim xoşbəxt olmur. Normal adam tapmırıq, gedib sosial şəbəkədə axtarırıq sözlərinə əlavə edib. Zaur isə bildirib ki, bu fikirlər başqaları ilə üst-üstə düşməyə bilər. Ağlı yoxdur, kəskindir. İnsanlar belə böyük platformadan milyonlar qazanır. Bu dəqiqə Amerika və Çin söhbətlər aparır. Böyük bir maraq var. Azərbaycanda TikToku ucuzlaşdıranlarla bunu müqayisə etməyək deyə söyləyib.